imtahan fobiyası var və yaxud da ki, imtahan stresi var. Və burada biz müəyyən diaqnostik dəyərləndirmələrimiz var. Streslərlə bağlı müəyyən testlər var ki, onları aparırıq və təyin edirik ki, öncə səbəb nə ilə əlaqədardır. Və az bir müddət qalıb artıq abituriyentlərin buraxılış siniflərinin imtahanlarına mart ayından başlayaraq, sonra yay aylarında gözlənilir qəbul imtahanları və böyük stres içərisindədir. Həm ailələr, həm onların müəllimləri, həm də imtahan verənlər, bəli. Amma bir şeyi unutmaq lazım deyil ki, imtahan nailiyyətin yeganə komponenti deyil. Bəzən bunu o qədər həyatın mərkəzi olaraq qəbul edirlər ki, imtahanı qazanmasam, sanki dünya məhv olacaqmış kimi, sanki hər şey bitəcəkmiş kimi, ailə də, uşaqlar da və valideynlərin burada tələbləri çox böyükdür. Yəni, hər dəfə sınaqlarda deyək ki, 300 bal toplayan bir öğrencidən 600 bal gözləməkləri və deyək ki, o el aləmin uşağı ilə müqayisə etməkləri biraz düzgün yanaşma deyil. Burada çünki uşaqların, hər uşağın özünün beyin potensialı var və öncə də burada nəzərə alınmalıdır uşaqların öz maraq dairəsi. Yəni məslək seçimi